Tekrar salam, videonun davamı olaraq bu videonu çəkirəm. Sadəcə ayırma məqsədim o idi ki, bir video çox uzun olub yorucu olmasın. Bu videoda da risk idarə edilməsi, RR prinsipi haqqında danışacağım. RR nədir? Ümumiyyətlə qazanc strategiyaları necə eləməlisiniz ki, mənfiniz müsbətinizdən az olsun və siz böyük time'da, yəni ki, artıq atçotuvuzda karda olasınız. Yəni bu işdə zərər mütləqdir. Burada heç vaxt mən zərər eləməyəcəm deyilən bir şey yoxdur. Çünki bazar həmişə sən düşündüyün kimi olmur. Ona görə də zərər etmək ən normal bir şeydir. Sadəcə bunun qarşısını almaq lazımdır ki, zərəri minimuma endirmək lazımdır. Zərər qaçınılmazdısa, onu minimuma endirmək bizim borcumuzdur. Deməli, RR nə deməkdir? RR risk reward deməkdir. Risk reward nədir? Misal üçün deyək ki, siz bu hissədən sel açırsınız. Sizin riskiniz stop qoyduğunuz zonadır. Misal üçün deyək ki, hara qoyursunuzsa, bunu elə belə atıram. Tıpı, yəni bildirir ki, take profit sizin qazanc nöqtənizdir. Deyək ki, bura və yaxud da ki, gəlin bunu belə eləyək, daha rahat olsun. Belə. Bu nə deməkdir? Burada qiymətdə baxanda sağ tərəfdə görürsünüz. Boz xətt bizim giriş nöqtəmizdir. 4020. Bu sentlərə fikir verməyək ki, daha necə deyim, dəqiq və düzgün hesablama olsun. 20 nəzərdə tutun buranı. 20-də giriş eləmişik və 8 dollar stop qoymuşuq. 8 dollar stop qoymuşuqsa, bizim karımızı hara qoymuşuq? Karımızı da qoymuşuq 0.4-də. Yəni ki, 16 dollarlıq da bir kar hədəfimiz var. 16 dollarlıq kar hədəfimiz var, 8 dollarlıq stop lossumuz var. Yəni itki özümüz üçün nəzərdə tutmuşuq. Biz bu qədər itirə bilərik. Bu nə deməkdir? Trading View'da bunu atanda avtomatik, misal üçün bu formada. Burada ratio görürsüz, risk reward ratio. Yəni ki, risk reward ölçümü olaraq 1 göstərir. Yəni ki, 1 itirib 1 qazanırsınız. Bu nə deməkdir? 31-də açılan əməliyyatın stopu, bu qarışıq olacaq. Yəni ki, necə izah edeyim? Qoy elə buradan davam edeyim. Misal üçün 20-də açdığımız əməliyyatın burada risk reward 2 yazılıb. 2 nə deməkdir? Yəni ki, 2 qazanırsan, 1 itirirsən. 1 itki nə deməkdir? 8 itki, 16 qazanc, yəni 2 qatı. Ona görə də burada 2 yazılıb. Risk reward nə deməkdir? Yəni sənin riskinin ödüllə olan fərqi neçədir? Əgər riskin 1-dirsə, deməli ödülün 2-dir ki, bura 2 qeyd olunub. Əgər bu 3 olması üçün bunu nə etməliyik? Ya riskimizi azaltmalıyıq, ya xeyrimizi çoxaltmalıyıq. Riskimizi azaltsaq, orada görürsünüz ratio dəyişir. Deyək ki, bunu 3 elədik. Dəqiq olsun. Çətin olacaq. Nəysə də 3-də qrupa verir. Hə. Bu nəyə görə 3 oldu indi? Deməli bizim itirəcəyimiz məbləğ qazanacağımızdan 3 dəfə azdır. Baxaq misal üçün 20-də girişdi, 25-də sılıdır. Yəni 5 dollarlıq bir itki qoymuşuq. Deməli 3 dəfə bundan çoxdursa, bizim deməli növbəti profitimiz gəlir düşür hara 0.45. İndi burada sent fərqinə görə bu eləyir 16. Əslində 16 yox, bu olmalıdır 15. Çünki bu da 25 8-dir. Yəni rovnu şey deyil, 25 deyil. Bu da rovnu 20 deyil. Yəni yəqin ki izah eləyə bilirəm fikrimi. Yəni 5 dollarlıq stopdursa 3 olanda 3 qatı. Deməli 15 dollarlıq da profit olur. Yəni bura 101 ilə giriş eləsəz, mənfiniz olur 5 dollar, qazancınız olur 15 dollar. Bu sizi uzun deməli müddətli tradedə əlbəttə ki karlı edir. Hətta internetdə baxsaz, bu deməli risk reward deməli şeyinə görə, win rate-nə görə 1-in 2-yə, 1-in 3-ə, 1-in 4-ə, 1-in 5-ə bu belə gedir də. Hansında daha uğurlu ola bilərsiniz? Təsəvvür edin, yəni sizin belə bir şey göstərim sizə. Misal üçün, siz 1-in 2-yə işləyirsinizsə, yəni ki 1-in 2-yə deyəndə nə deməkdir? 1 deməli itkiyə 2 qazanc. 1-in 2-yə işləyirsinizsə, risk reward RR-lə. Bu deməli siz 10 dəfə stop olsaz, siz deməli 10 dollar ziyandasınız. Düzdür? Amma neçə əməliyyatımızdan? Elə 10-undan da deyək. Və yaxud da ki 20 əməliyyatımızdan 10'u stop, 10'u profit olsa, yəni onda 10 karda deməkdir də. 10x tıpı sizə eləyir 10'u vuranda ki 20 dollar. Mən niyə dil dəyişdim ki? Dəyişməmişəm. Hanı bəs dollar? Ha burada. Yəni siz 10 dəfə
karda olsaz 20 dollar qazancda olursunuz. Amma 10 dəfə stop olsaz 10 dollar mənfidə olursunuz. Yəni bu hər bir halda sizin ümumilikdə eləcəyiniz trade baxımından, trade sayı baxımından sizi mənfidə eləməsi üçün siz yəni necə deyim, nə qədər arda, yəni bütün əməliyyatlarınız səhv olmalıdır. O da mümkün olan bir şey deyil. Yəni misal üçün 3 dəfə əməliyyat açmısınız. Bu biraz qəliz oldu. Bunu daha rahat izah edeyim. Bu biraz başqalaşdırıcı oldu. Belə deyək. Bir də əməliyyat açdınız. Bax birini 2-dən danışıram. Bir də əməliyyat açdınız. Oldu sılı. Stop nə idi? Nə bilim. Deyək ki, birinin keçid lap 1 dollar stop oldu da deyək. 1 dollar stop. 1 stopdur. Bir sılı nə deyək? Bir sılı nə deməkdir? Hə, bir dəfə stop olmusunuz, 1 dollar itkidəsiz. Bir dəfə də stop oldunuz. 2 dollar itkidəsiz. O birisində tıpı oldunuz. Bir tıpı. Bu nə deməkdir? 2 dollar kardasınız. Bir dəfə də tıpı oldunuz. Yenə 2 dollar kardasınız. Deyək ki, bir dəfə də sılı oldunuz. Nə oldu? Sizin toplam mənfiləriniz oldu 3 dollar, amma toplam qazancınız oldu 4 dollar. Yəni siz 5 əməliyyatın 3-ündə uduzub, ikisində utsaz, yəni udmaq nə barədə? 3-ü uğursuz olub, ikisi uğurlu olsa, 1-in 2-yə strategiyası ilə davam etdiyinizə görə siz karda olmuş olursunuz. Burada bir indi nisbi olaraq yazılıb. Burada stopfuz sizin 10 dollar olmuş ola bilər, 20 dollar olmuş ola bilər və yaxud da ki 10.000 dollar da ola bilər. Yəni siz misal üçün 3 dəfə 20 dollar yəni itirmisinizsə, bu eləyir misal üçün 60 dollar. Amma 2 dəfə qazanmısınızsa, bu eləyir deməli 2 dəfə nə qazanmısınız? 20 itirirsinizsə, deməli onun 2 qatını qazanırsınız. Deməli qazansınız 40. 2 dəfə də 40 qazandı 80. 80 qazanırsınız, amma itkiniz olur 60. Yəni siz yenə də 20 dollar kardasınız. Hansı halda 1-in 2-yə işləyəndə, yəni 5 əməliyyatınızdan 3'ü stop, 2'si tıpı olsa kardasınız. Hətta yəni burada 1 stop 4 tıpı da ola bilərsə, onda da karda olursunuz. Yəni pis halda deyirəm ki, 5 əməliyyatınızdan təsəvvürün 3'ü səhvdir. Yəni düzdür, ola bilməyəcək bir şeydir, amma deyək ki oldu da, yenə də kardasınız. Və yaxud da ki, bunu 1-in 3'ə eləsəz, o düzdür biraz çətin məsələ. Çətin deyil, baxırın deyə strategiyaya və səbrə. 1-in 3'ə olan əməliyyatlarda sizin deməli stopuz təsəvvür edin. Bir dəfə stop olun. Bir dəfə də stop olun. Bir dəfə də stop olun. Bir dəfə də stop olun. Amma bir dəfə tıp olun. 5 əməliyyatın 4'ü səhv, biri düz olsa, deməli, bunu indi belə yazıram, görüm nə olacaq axırda. Deməli 3 qazanırsan da 1, 2, 3, 4 4 itirirsən 3 qazanırsan, yəni mənfi 1'də olursan. Amma necə? 5 əməliyyatın 4'ü səhv olsa, yenə də itkin azdır. Amma mən indi burada ən pis halları göstərirəm də. Niyə görə bunu göstərirəm? Çünki bunun yaxşısı əlbəttə yaxşıdır. Yaxşısı ala, burada da 3 var. Misal üçün 5 əməliyyatın ikisi tıpı olsa 6 dollar qazanırsan, amma itirəcəyin məbləğ 3 olur. Yəni sən 2 qat qazanc əldə eləmiş olursan. Yəni bu da yaxşıdır. Yəni 3'ün 1'i olmasa 4'ün 1'i işləməyi 3'ün 1'i daha yaxşıdır, amma ən idealı 2'nin 1'ədir. Əgər analizlərə çox güvənirsənsə və yaxud da ki ən bomba entrilər eləyə bilirsənsə, 3'ün 1'i də işləmək olar. Mən özüm errorla işləyə bilmirəm, işləmirəm. Çünki mən scalp eləyirəm. Balaca hərəkətlənmələrdən mən pul tuturam və bir dəfə, yəni gün ərzində bir də görsən, bir dəfə əməliyyat açıram. Yəni anidən tutdum, bazardan çəkilirəm. Mənim uzun müddət tıpısılı gözləməyə səbrim çatmır. Ümumiyyətlə mənə uyğun deyil yəni bu strategiya. Amma sizə 100% ilə, yəni əminliklə deyirəm ki, mütləq bu şəkildə işləyin. Başqa şəkildə işləsəz dala gedəcəksiniz. Mən özüm belə, yəni mənfiyə getdiyim vaxtlar olur, olub da və olur da. Nəyə görə? Misal üçün siz deyək ki 1'in 2'yə işləməsəz, əməliyyatınızı açacaqsınız hər hansısa bir yerdən. Deyək ki lap belə bu halda göstərək. Deyək buradan sel açacaqsınız. Bax buradan. Stop qoyacaqsınız deyək bura. Tıpı qoyacaqsınız bura. Və yaxud da ki lap belə deyim bura. Bu yenə 2'in 1'i oldu, amma 2'in 1'i düşünməyin də. Elə bir ki prosta əməliyyat açmışsınız da. Hə, belə. Bu gəlib sizi stop eləyəcək. Siz bir dənə də əməliyyat açacaqsınız. Misal üçün buradan bay açacaqsınız. Buradan bay açacaqsınız, stopu qoyacaqsınız deyək ki bura. Burada bağlayacaqsınız. Halbuki bura kimi gözləməlisiniz. Burada bağlayacaqsınız. Sizin buradakı qazancınızla deməli, hətta bunu da alayım. Buradakı itkinizlə buradakı qazancınız arasındakı fərq nə oldu da? Burada az qazandınız,
Amma burada çox itirdiniz. Sizin artıq balansınız pozuldu. Siz burada itirdiniz. Deməli 4000-dən deyək ki, 2-yə. Burada 2 dollar itirdiniz, amma burada qazandınız 1 dollar. Nə oldu da? Burada sən stop olmuşdun, amma böyük stop olmuşdun axı. Burada amma bir damcı qazanan kimi çıxırsan bazardan ki, kardayam. Niyə? Bəs bayaq 2 itirmişdin axı sən. Sən 1-in 2-yə strategiyası səni nəyə görə uzun müddətdə karda eləyir? Çünki burada bir dəfə stop oldunsa, buradakı karın artıq, deyək ki, yenidən bay açmısan, hə, deyək ki. Bu hər bir günün içində olmalı deyil, başqa vaxtda da ola bilər. Burada deyək ki, açmısan 2 şeylə, misal üçün belə də deyək təqribi. Belə, təqribi. Bu artıq gəlib səni tıpa eləyəndə sən 2 buradan qazandın. Bayaqları 1-in 2-yə açmışdın ha burada. Daha doğrusu yəni ki 1-in 2 açmamışdın da, necə gəldi açmışdın. Artıq sən burada düzənsizliyin başqa vaxt açdığın əməliyyatdakı düzənsizliklə qarışacaq və sən raşotovu apara bilməyəcəksən ki, mən kardayam, zərərdəyəm. Balans olaraq baxacaqsan ki, hə, deyək ki, nəsə qazanmışam, nəsə itirmişəm. Amma bu səni uzun müddətlidə karda eləməyəcək. Çünki sən özün belə bilmirsən ki, sən nəyi itirməyə razısan, nəyi qazanmağa razısan, bu gün ərzində nə qədər itirə bilərsən. Sən günə başladın və yaxud da trade balansını ayırdın 1000 dollarını. Misal üçün 1000 dollar deyirəm. 1000 dollarını sən elə idarələməlisən ki, həm mənfili, həm müsbətli. Müsbət üçün təyin eləməlisən, mən bu günləri nə qədər qazanıb çıxacağam. Mənfi üçün təyin eləməlisən, mən bu gün nə qədər maksimum itirə bilərəm. İtirə biləcəyim məbləğ elə bir məbləğ olmalıdır ki, səhərə kimi çorta getməyəsən, səhərə kimi dərd bürüməsin sən ki, ayda mən neyniyəcəm? Mən niyə 1000 dollarımı, 500 dollarını itirdim ki, sözünü dilə gətirməmək üçün riskini elə idarələməlisən ki, lotovu elə bölməlisən ki, sonra peşman olmayasan, sonra oturub fikirləşməyəsən ki, mən 1000 dollarının yarısını itirmişəm. İndi görəsən lotumu böyütsəm 500 dollar geri qaytara bilərəm. Qaytara bilməzsən, onu da itirəcəksən. Və bunları eləməmək üçün nə etməlisən əvvəlcədən? Gündəlik itirə biləcəyin məbləği təyin eləməlisən. Gündəlik itirə biləcəyin məbləğin risksiz olması üçün lotu azaltmalısan ki, yəni bir var 100 dolları mən 3 dollar hərəkətdə itirim, bir də var ki 30 dollar hərəkətdə itirim. Bu lot sayəsindən asılıdır. Lotun nə qədər balaca olsa, səni o qədər gec stop eləyəcək, hətta stop eləməyəcək. Çünki rahatsan, geniş stop qoymusan, gözləyirsən, səbirlisən. Haçan lotu artırarsan, balansın çox olanda. 50 min, 100 min balansın olanda, onda hə, girərsən böyük lotdan ki, onsuz da balansım çoxdur. Balans məni pəzvərət eləməyəcək. Yəni balans məni qoruyacaq. Balans arxamdadır mənim, dayağımdır mənim. 100 minim var mənim arxada. Mən görə bir lotdan girsəm, qiymət birdən 30 dollar əksinə keçsə nə olacaq ki? 3000 uzaq itirəcəm də, mənim 100 minim var. Niyə görə rahatsan? Çünki sənin arxanda 100 min var. Amma sənin 1000 dolların olanda arxada heç kim yoxdur deyə. Açdığın bir dənə böyük lot səni apardı, bədbəxt elədi. Sən də bundan qorunmaq üçün az lotdan girməlisən və 1-in 2-yə və yaxud 1-in 3-ə strategiyasından işləməlisən. Və ondan da əlavə gündəlik losuvu təyin eləməlisən. Gündəlik losuvu təyin eləməsən, sən elə bil ki, trade eləmirsən. Çünki mənfi olacaqsan deyə 60, birdən daşıyacaqsan. Deyək ki, o gətirdi, düzəltdin mənfi 60-dan qaldı mənfi 30. Sonra birdən daşıyacaqsan. O da oldu deyə 20 dollar mənfi. Ayda baxdın 30 oldu 50. Ay deyəcəm mən neyniyim? Bir dənə sıfıra çıxsaydım günü bağlayardım. Bir dənə də əməliyyat olacaqsan mənfi 50, oldun 100. Deyəcəksən ayda bayaqları 50 dollar mənfidə idim, kaş elə günü bağlayardım. İndi uje mənfi 100-dəyəm. Mən istəmirəm axı günü bağlamaq. Qoy bir dənə riskli əməliyyat açım və yaxud da ki riskli olmasa belə bir dənə əməliyyat açım, heç olmasa 50 dollar qazanım, mənfim 50-yə düşsün ya da bu günləri mənfimi bağlayıb. Bir dənə də açacaqsan, o baxacaqsan ki, oldu uje mənfi 170. Yavaş sənin psixologiyan çıxacaq özündən, başlayacaqsan hardan gəldi açmağa, lotunu çoxaltmağa və bunu davam edəcək etməyə. Niyə görə? Çünki gündəlik stop qoymamısan özünə. Sən gündəlik özünə 100-də dayanacam sözünü vermiş olsaydın, bunun üstündə dayanmış olsaydın, mənfi 100 olanda bağlayardın, qrafiki çıxıb gedərdin, sabahlar gələrdin. Niyə görə sabah gəlməlisən? Çünki sən mənfidə olduğun moment başın yerində olmur, ağlın başında olmur. Həmin moment səni duyğuların idarə edir, məntiqin idarə eləmir. Mənfidə olursan, mənfini geri qaytarmağa çalışırsan. Bu da keçir prinsip trade-nə, yəni ki, intiqam trade-nə. Başlayırsan uduzduğunu geri qaytarmağa çalışmağa, yəni standart qumar psixologiyasıdır bu. Və traderlərin əksəriyyətini, hamısını mənfiyə aparan, uçuruma aparan səbəb budur. İntiqam trade-i, mənfini geri qaytarma psixologiyası, böyük risk almaq. Yəni 1000 dolları bir səhvlə 700 dollarını itirirsən, fikirləşsən ki, fisoda mənim 300 dollarım qaldı. Mən bu 300 dollarını neyniyəcəm? Mən qumar oynamasam mümkün deyil deyirsən. Necə qumar oynamasam? Qrafikdə qumar oynamasam. Başlayırsan lotovu elə böyük eləməyə ki, bir neçə şamdan və yaxud da ki, dəqiqəlik şamdan sən 300-500 dollar qazanmağı niyyətlənirsən. Niyə sən başlayanda belə elə başlamışdın? Sənin bəs disiplinin, düzənin necə idi? Sən axı misal üçün 5-dən artıq açmamalıydın. Nə oldu indi gəlmisən bura 1 lot, 2 lot açırsan? Nətər olur o?
Çünki başın gedib bir şey bilmirsən nə edəsən. Navar 700 dollar mənfidəsən, itirmisən özünü. Elə o özünü itirdiyə görə balansını da itirirsən. O 300 dollar da yoxa çıxır gedir. Halbuki o 300 dollardan yavaş-yavaş 10 dollar qazanıb sonra 500 eləmək olar. Sonra 500 600 eləyərsən, ən azından balansını geri qaytararsan. Burada məsələ qazanmaq deyil, məsələ sənin bazarla necə rəftar eləməyindir, nə qədər bazarda qala bilməyindir. 1000 dolları nə qədər qoruya bilərsən? 1000 olmasın, olsun 50.000, olsun nə bilim 500 dollar. Məsələ burada bilirsən nədir? Bazarda qala bilməyə gücün çatır, yoxsa yox. Pul qazanmaq da asandır, itirmək də asandır. Qala bilirsən, uzun müddət qalır bazarda. Bir ayın içində pulu 3 qat eləyib sonra sıfırlamağın heç bir mənası yoxdur. Yəni sən deyə bilməzsən ki, mən 1000 qoymuşdum. 20 günə misal üçün buna elədim 3000 dollar. Əla da mənə sərf eləyir. Nə olsun balansımı sıfırlamışam, zota 3000 qazanmışam. Bu o deməkdir ki, sənin bəxtin gətirib sadəcə. Sən şans əsəri qazanmısan. Yəni bu o demək deyil ki, sən tradersən. Sən sadəcə bəxtin gətirib. Bəxtivin gətirməsi də hindi gətirib. Sən sabahsı gün o 1000 dolları ki 3000 eləmsən ha, həvəsə düşəcəksən, əlinə pul gələcək və tapacaqsan, aparıb 10.000 qoyacaqsan ki, mən 1000-i 3000 eləyən adam 10.000-də 30.000 eləyərəm. O 10.000-i 2 günün içində yoxa çıxardacaqsan, sonra gic olacaqsa ki, necə oldu bu? Bəs mən axı qazanmışdım. Sən qazanmamısan, sən qumar oynamısan sadəcə. Sən heç özün də bilməmsən ki, nə etmisən. Sən mənfidə dayanmamısan. Drawdown olub sənin deyək ki, balansının yarısından çoxu 1000 dollarlıq balansın var, əməliyyatını gözləmirsən ki, mənfi 800-dən qaydar. Mənfi 800-dən qayıdıb 400 dollarda tip olmusan. Bu trade'dir. O 800-dən qayıtmasaydı nə olacaqdı? Nəyə əsasən inanırsan? O bir damcı da qalxsaydı qiymət və ya düşsəydi, istədiyin yerə getməsəydi, balansın sıfırlansaydı necə olacaqdı? Buna görə də gündəlik stop qoymaq şərtdir. Gündəlik tipi qoymaq şərtdir. Gün ərzindəki məqsədin nədir? Deyək ki, 30 dollar qazanmaq deyil. 30 dolları qazandın, rahat ol. Çıx ginən qrafikdən. Deyirəm ki, canımı qurtardım qrafikdən. Dayı baxmaq məcburiyyətində deyiləm. Sən qrafikdən çıxandan sonra qrafikdə nə hərəkət olacaq? Qızıl qalxacaq, bomba fürsətlər var. Oyda mən buradan 300 dollar qazana bilərdim. 30 dollardan çıxdım zat. Bunlar yadından çıxar. Sən hədəfin, niyyətin nədir? 30 dollar qazanmaq. Gəl 30 dolları qazandın, çıxdın, getdin. Deyirəm, nə vaxt daha çox qazanmağa qaçacaqsınız, o qədər çox itirəcəksiniz. Nə vaxt mənfini geri qaytarmağa çalışacaqsınız, o qədər çox itirəcəksiniz. Trade-də konkret olaraq disiplinli olmaq lazımdır. Yazdığınız bir qanunlar olmalıdır və onlara riayət etməlisiniz. O yazdığınız şeylərdən çıxdığınız an, siz trade-dən də çıxmış sayılırsınız. Bəxtiniz gətirər, 1 həftə gətirər, 3 gün gətirər, 5 gün gətirər, qazanarsınız, amma davamlı qazana bilməzsiniz. Çünki sizin strategiyavız, disiplininiz yoxdur. Strategiya və disiplini yaradandan sonra ancaq uzun müddətli qazanc əldə edə bilərsiniz. Əgər sizə bir ayın içində 1000-3000 eləyib çıxıb getmək lazımdırsa, yəni o trade deyil, o sadəcə qumardır. Gedib aviatorda oynaya bilərsiniz. Nə bilim, gedin poker, blackjack zad oynayın. Onsuz da mümkün olan bir şeydir. 1000 dollarlıq hansı qumara qoysan, onsuz da qazana bilərsən. Nəysə, bu qədər. Bundan sonraki dərslərdə də əgər yadımdan nəsə çıxıbsa, çəkəcəm təkrar psixologiya ilə bağlı, daha doğrusu risklər edilməsi ilə bağlı. Başqa. Hələ ki ağlıma bir şey gəlmir və videonu çox uzun tutmaq istəmirəm. Sağ olun.